Suraxanıda rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirilib. Əhalini narahat edən problemlərin həlli məqsədi ilə Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev aprelin 16-sında 114 nömrəli tam orta məktəbdə Əmircan qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, idarələrin və xidmət təşkilatlarının rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən küçə və məhəllə daxili yolların təmiri, işıqlandırılması, kanalizasiya xətlərinin çəkilişi və digər sosial yönümlü məsələlərlə bağlı olub. Adil Əliyev məsələlərin qısa zamanda qanuna müvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll edilməsi üçün qeydiyyata alınıb. Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.